Biz elə bilirik ki, saat 12-dən sonra evə gəlmək biz kişilər üçün bir hünərdir. Sizcə Allah kişiləri qadınlardan üstün tutmur? Əksinə, Allah həyati əhəmiyyətli vəzifələri qadının üzərinə qoyur, nəinki kişinin. Gəlin buna başdan baxaq. Məsələn, qız uşağı dünyaya gələndə Allah atasına müjdə verir və deyir ki, xoş o atanın halına ki, birinci övladı qızdır. Amma bunu oğlan barəsində demir. Uşaq biraz böyüyür, hər ikisi də böyüyür. Ataya deyir ki, əgər hədiyyə almısansa, birinci qız uşağına ver. Yəni həmişə qadını, qızı önə çəkir. Qız uşağı 9 yaşına çatanda Allah deyir ki, mən artıq sənə bir şəxsiyyət verirəm və sənə bir şəxsiyyət olaraq baxıram. Bundan sonra namaz qılmalısan və hicab bağlamalısan. Mən istəmirəm səni başqa gözlər, başqa niyyətlə baxsın. Kimsə sənə tamah salsın. Yəni sanki Allah qoruyur qız uşağını və ona özü ilə danışmaq səlahiyyəti verir. Bunu neçə yaşında edir? 9 yaşında. Həmin 9 yaşında oğlan Allahın yanına gəlib deyəndə ki, bəs mən deyir, sən hələ dayan. Sən hələ vaxtın çatmıyor. Sən hələ uşaqsan. Sən get 6 ildən sonra, yəni 15 yaşında gələrsən. Elə ki, hər ikisi də böyüyürlər, Allah oğlana deyir ki, sən natamamsan. Sən hələ kamil deyilsən, sən naqissən. Oğlan deyir ki, mən nə edim ki, natamam olmuyum? Allah deyir ki, səni yalnız və yalnız qadın tamamlaya bilər. Ancaq qadını kişi tamamlamır. İslam deyir ki, qadın kişinin tamamlayıcısıdır. Demir ki, kişi qadının tamamlayıcısıdır. Yəni kişi kimi bir varlığı tamamlayan qadındır. Belə bir mühüm vəzifəni icra edir. Bunlar ailə qururlar. Ailə qurandan sonra övlad sahibi olurlar. Allah kişiyə deyir ki, indi sən get, daşını daşı, fəhləçiliyini elə, əkini və ək, ticarətini elə, evə yeməyini gətir. Sənin artıq övladlarla işin yoxdur. Onların tərbiyəsi, təlim-tərbiyəsi qadının öhdəsindədir. Belə bir təlim-tərbiyə kimi mühüm bir vəzifəni qadının öhdəsinə qoyur. Kişiyə deyir ki, sən çıx evdən. Bu sənin işin deyil, sənin bacaracağın iş deyil. Bu qadının öhdəsindədir. Yalnız qadın bacara bilər bunu. Ona görə İslam dini deyir ki, uşaqların təlim-tərbiyəsi qadınların öhdəsindədir, anaların öhdəsindədir. Gələcəyi, mükəmməl bir gələcəyi formalaşdıra biləcək yeganə qüvvə anadır. Biz elə bilirik ki, saat 12-dən sonra evə gəlmək biz kişilər üçün bir hünərdir, bir üstünlükdür. Halbuki bilmirik ki, Allah mühüm işlərdən bizi uzaqlaşdırıb, verib qadın öhdəsinə, bu da İslamın qadına olan baxışı.